Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər və əziz müəllimlər. Sizə yeni toplumumuz haqqında məlumat vermək istəyirəm. Toplumumuz çoxuna tanışdır. 50 sınaq, mövzu sınaqları vəsaitidir. Daha çox, belə deyək də, bazarda bu mövzu sınaqları adı ilə tanınır. Ümumiyyətlə, bunun əvvəlki PDF versiyasında yəqin qruplarda çoxunda yayılıb və çoxunuz onu işləyirsiniz. Halal xoşunuz. İnşallah ki, sizə o düşərli olub. Amma ondan daha təkmil versiyada daha yaxşı bir vəsait olan bunu sizə təqdim etmək istəyirəm. Deməli, çoxdan nəşr olunub. 2025-ci ildə hətta nəşr olunub bu kitab. Sadəcə müəyyən müddət boşluqda qaldı. Gəldi, indi blok imtahanı qabağı istəyirəm ki, bunu sizə tanıdım. Bəlkə bir xeyri tövhəsi dəymiş olar, əgər istifadə etmək istəsəz. Kitabımız 35 mövzu sınağı Azərbaycan dili üzrə, 15 dənə də ümumi, yenə Azərbaycan dili ümumi 3-cü qrup blok səviyyəsində olan sınaqlardan ibarətdir. Fonetikadan tutmuş üslubiyyətə qədər bütün bölmələrini əhatə edib. Burada gördüyünüz kimi müəllim və abituriyentlər üçün ən son DİM qəbul proqramı, yəni 3-cü qrup proqramına tamamilə uyğundur. 3-cü qruplarla yanaşı, belə deyək də, əsl bu vaxtlar sürət qrupları, baza qrupları, sonra sınaq qrupları, müəllimlər bir çox qruplar açılır. Həmçinin özünüz, məsələn, qısaca təkrar üçün ağır test yəni də çətinləşdirilmiş mövzu sınağı istəyirsinizsə, yəni bu kitab sizin üçün ideal seçimdir. Yəni öz kitabım olduğuna görə demirəm, yəni X1 müəllifində olsa, X1 nəşriyyatında olsa, mən bunu alsaydım, eyni sözləri onun haqqında deyərdim. Burada danışdıqlarım müəllimlərin, şagirdlərin mənə geri dönüşləridir ki, indi sizə bunları ötürürəm. Yəni bu həqiqətən belədir. Bu kitabın reklama ehtiyacı yoxdur. Sadəcə müəyyən qədər bir tanıtım videosu YouTube səhifəmdə yoxdur və bunu tanımayanlar da bunu tanıması üçün bu video çəkilir. Deməli, kitabın daxili nələrdən ibarətdir? İndi biz gördüyümüz kimi kitabın daxili ilə sizi tanış edəcəm. Kitabın daxilində nələr var? Deməli, baxın, burada müdərcət hissəsindən biz görə biləcəyik ki, burada kifayət qədər mövzu sınağımız var. Mövzu sınağımız əhatəlidir, hər tərəflidir. Baxırıq buradan. Fonetika təhlil, fonetik təhlil, leksika, söz yaradıcılığı, isim, hal və mənsubiyyəti. Baxın, ayırmışıq burada. Felin formalarını ayırmışıq, kömək hissələrini ayırmışıq. Morfoloji təhlil bir bölmə var burada. Sadə cümlənin şəxsə görə növləri, cümlə üzvlərinin hamısını ayırmışıq çətinləşdirilmiş formada. Yəni, məsələn, tutalım ki, təyin sualı deyil, təyinlə bağlı. Təyinlə bağlı klasteri var, təyinlə bağlı Venn diaqramı var, təyinlə bağlı müqayisə var, təyinin cümlə üzvü, ifadə vasitələri var. Təyinlə ağlınıza gələ biləcək bütün sual tipləri var. Sifətlə də bağlı eyni şeydir, sayla da bağlı, isimlə də bağlı. Yəni, bir mövzu ilə bağlı ağlınıza gələcək bütün sual tiplərini salmışıq. Yəni, sən imtihanda onu görəndə şoka düşməyəcəksən ki, belə bir sual tipi heç görməmişəm, işləməmişəm. Amma burada dəfələrlə onu işləyəcəksən. Onunla yanaşı 15 dənə də ümumi sınaq var ki, 3-cü qrup səviyyəsində bunları da işləyib görəcəksiniz. Eyni ilə son 2 ilin blok imtahanının sxemində yığılıb. Başa düşdünüzmü? O formatda. Fonetikadan başlayır, fonetik təhlil, sonra davam edir. Bu arada deyim, fonetik təhlil bölməsini biz qruplarda yaymışıq. Pulsuz olaraq abituriyentlərə təqdim eləmişik. Yenə, əgər bu sınaq kimdəsə yoxdursa və bu işləmək istəyirsə, blok qabağa 051 818 33 55 mənim nömrəmə WhatsApp-da fonetik təhlil adlı mesaj yazsa, atacağım. Sizdən xahiş edirəm. Mesaj yazanda arxasıca götürüb 3-4 dəfə zəng vurmayın. Kifayət qədər bu halına rastlaşıram və bu qədər də xoşa gələn bir hadisə deyil mən tərəfindən. Mesaj yazılır, istər digər kitabların cavabı olsun və ya hansısa test olsun, sualı atırsınız, zəng vurursunuz arxasıca. Bu yaxşı bir şey deyil. Sualı atmışsan və ya yazdın fonetikdə, gözlə. O mesaja cavab veriləcək. 2 gün sonra, 1 gün sonra, 3 saat sonra. Mən bunu etməsəm, sən ümumiyyətlə onu əldə edə bilməzsən, düz deyil. Bu fürsəti yaradılırsa, siz bu qədər bir səbirli olmaq lazımdır, düz deyil. Bax, mən bunu eləməsəm, sən ümumiyyətlə onu görməyəcəksən. Mən eləyirəm, o 1 gün sonra, 3 gün sonra, 3 saat sonra, ola bilər həmən dəqiqə cavab verim. Sən nəyisə zəng vuranda o şey sürətlənmir. Yazdınız fonetik təhlil, mən onu sizə atacağım. Bu bölməni və cavablarını pulsuz şəklində atacağım. Həmçində nümunə sınaq kimi görün ki, yaxşı bir vəsaitdir yoxsa yox. Sonra gedib kitabı ala bilərsiniz və ya başqa bir şey kiməsə tövsiyə edə bilərsiniz bu formatda. Aydındır.
Yəqin ki, bir-birimizi rahat şəkildə başa düşdük. Kitab əsasən də 3-cü qrup abituriyentlər üçündür. 3-cü qrupa hazırlaşanlar imtahan qabağı günə özünə qoyub. Məsələn, konkret illərə heç 50 gün deyil, çox az gün bir qalıb da. 50 gündən az bir vaxt qoyub günə birini işləyə bilərsiniz. Günə bir dənə mövzu qoyuram, özümü diaqnostik qiymətləndirmə aparıram. Günə nə qədər yaxşı yaza bilirəm. Əvvəlcə mövzuları işləyirəm, sonra gedib imtahanı qabağı ümumi sınaqlarda işləyirəm, özümü tam təkmilləşdirirəm. Bax, eyni sxemi mən öz şagirdlərimə də eləyirəm. Mənimlə hazırlaşan uşaqlarda və bu formatda il boyu işlətməmişəm, ancaq blok qabağı başlamışıq bunları işləməyə. Sizə də bunu şiddətlə tövsiyə edirəm. Başqa, məsələn, sürət qrupu açan müəllimlər var, blok qrupu açan müəllimlər var. Onlar da sınaq qrupu açan müəllimlər də bundan rahatlıqla istifadə edə bilərlər. Buradakı məsələn 25 sual kifayət eləyir həmin o mövzu ilə bağlı. Uzun-uzadı mənasız suallardansa 25 dənə, 30 dənə qısa, amma kompleks sual məncə bəsdir. Kompleks sual nəyə deyirəm? Bu kompleks sualdır. 8 dənə sözün, 8 yox, 10 sözün homonimliyi haqqında sən burada məlumat əldə edirsən. Başa düşdünüzmü necə? Baxın, burada artıq 5 dənə sözün homonimliyini öyrənmiş olursan. Hamısı da biz lüğətdən götürmüşük. Divin təqdim etdiyi hissələrdən və s. Onlardan götürmüşük ki, baxın, kompleks sualdır. Siz burada 15 sözün homonimliyi haqqında məlumat əldə edəcəksiniz və s. və s. Xeyli hissəsində, frazemlər haqqında və s. Daha çox öyrənmək üçün. Başa düşdünüzmü? Bax, yenə burada 9 dənə leksikadan ən çox nə düşür? Frazoloji birləşmə və ya homonimlər, sinonimlər. Və hamısı haqqında ətraflı şəkildə burada məlumat verilib. Aydındırmı? Daha çox bu formata biz düşündürücü olmasını və daha çox əhatəli olmasını istəmişik. Tutalım, mən burada belə deyək də, isim sınağını görəcəksiniz. İsim sınağında ən çox çətin mövzu nədir? İsmin özü, o heç. Bir də nə? Məsələn, burada kompleks suala bax. Cəm şəkilçisi, şəkilçilərlə işlənə bilməməyə səbəbi burada var. Sonra İsmin hal və mənsubiyyəti. İsmin hal və mənsubiyyətini, mənə görə ismin hal və mənsubiyyətini dərk edən uşaq xırdalığına qədər. Bir də feildir. Öyrənə bilən hər şey bilər. Sən bax, bunu yaza bilirsənsə, bax, bütün halları haqqında burada məlumat var. Sınaqlar var, testlər var. Bunları eləyə bilirsənsə, sən artıq ismi öyrənmiş sayılırsan. Yəni, bu formatda uzun-uzadı danışmaq istəmirəm. Kitab bu qədərdir, bura qədərdir. Daha çox məlumat bura qədərdir, daha doğrusu. Daha çox məlumat əldə etmək istəyirsinizsə, yaxın kitab mağazalarının çoxsunda əksəriyyətində olar. Olmasa da sifarişlə gətirə bilərsiniz. Belə deyə də üz qabağını göstərdim. Bir də qapaq fotoğrafında da qoyacağım üz qabağını. Görmək istəyirsiniz. Gedin, baxın, vərəqləyin, xoşunuza gəlsə alıb istifadə edin. Sizə inşallah xeyirli, uğurlu və düşərli olar. İmtahan qabağı əminəm ki, işinizə yarayacaq. Bəzi müəllimlər hətta bunu buraxılışlara işlətmişdi və xeyrini də görmüşdü. Sağ olsunlar, gələ mən çox sağlığımızı da dedilər. Yəni, işimiz odur ki, sizə fayda verə bilək. Tək məqsəd odur. Vəsaitlərimizlə, layihələrimizlə müəllimlərin, şagirdlərin istədiyi bir şeylər olsun. İnanıram ki, bu vəsait də həmin vəsaitlərdən biridir. Həqiqətən sevildi. Qısa zaman ərzində demək olar ki, 3-cü qrupların hər biri bu testləri işləyir. Bu da sevindirici bir haldır. Bunu da götürün, işləyin. Sizə xeyirli və düşərli olsun. Sınaq üçün də yazsaz, yazmağınız kifayətdir ki, mən onu sizə atarım. Bu qədər. Sonra bu kitabın izahını istəyirsiniz, xüsusən də abituriyentlər bu kitabın izahını vermək istəmirəm. Qısa konkret olaraq, yəni daha çox müəllimlər mənə yazır ki, verməyin izahını, verirəm, çünki gedib köçürürlər. Və ona görə mən xoşlamıram ümumiyyətlə YouTube-da hər hansısa toplumun ümumiyyətlə izahı olsun. Çünki yaxşı bir şey deyil. Ola bilər, sən öyrənmə məqsədi ilə onu deyirsən, amma 90% isə öyrənmə məqsədi ilə o iş bu hadisəyə belə yanaşa bilmir. Bu qədər. Nəsə sualınız olsa, hər hansı qarışıq sual olsa, bilmədiyiniz bir məqamlar olsa, bizə müraciət eləyə bilərsiniz. Həmçinin də problemli suallar olduqda bizə bildirmənizi xahiş edirik. Burada 1300-1400 sual var. 1300-1400-ün hamısı da ideal olasınız bir şey deyil. Elə bir test bankı da yoxdur. 30 illik deyimdə belə o qədər səhvlər var. Burada olmaq da normaldır. Ola bilər 30 sual, 40 sualda problem olsun. Həman sualları bizə atırsınız. Biz növbəti nəşrimizə sizin üçün, bu il müəllimsən, gələn ildə müəllimsən də dəyişəcək bir şey olmayacaq. Sizin üçün onları təkmilləşdirək, daha yaxşı vəziyyətə salaq. Növbəti il bu kitabımız təkmilləşəcək. Bunun ədəbiyyat versiyası o da təkmilləşəcək, təkmilləşib çapa veriləcək. Vaxt qıtlığı var idi deyə biz onu çapa vermədik. Növbəti il verməyi düşünürük. Bütün layihələrimiz sizin üçündür. Sizin uğurlarınız bizim uğurlarımızdır. Uğurlar.